Komendant pulu ödəməliyəm. Əgər ödəməliyəmsə bu məbləğ nə qədər olmalıdır? Hər mənzilə nə qədər ödəniş düşür və necə əmin olum ki, o pul kiminsə cibinə yox, məhz binanın saxlanma xərclərinə ödəniləcək? Bilmək istəyirsinizsə videonun sonuna qədər izləyin. Vətəndaşlarımızın bu sahədə məlumatsızlığından istifadə edən bəzi dırnaqarası MTK-lar və inşaat şirkətləri bu məsələdə vətəndaşların etibarından sui-istifadə edirlər. Halbuki mənzil məcəlləsinə əsasən ilk öncə binada qanuni idarəetmə təşkil olunmalıdır. Sakinlər tərəfindən bilavasitə idarə olunmalı, mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti Ədliyyə Nazirliyində qeydiyyatdan keçirərək öz birliklərini yaratmaları və yaxud da bu sahədə ixtisaslaşmış şirkətlər tərəfindən idarə olunmaya verilməlidir. Tarif müəyyən olunmalıdır. Həmin tariflər yaşayış və qeyri-yaşayış sahələri olur, təsdiq olunmalıdır, müqavilələr bağlanmalıdır. Hər bir binanın özünə uyğun saxlanması xərcləri olduğuna görə tariflər müxtəlif olur. Bakı şəhərində binalar var ki, 1 kvadrat metri 30 qəpikdən başlayır və 2 manat, 2 manat 50 qəpiyə qədər kommunal xidmət haqqı dəyişir 1 kvadrat metr üzrə. Bütün xərclər hesablanaraq bölünür mənzillərin ümumi sahəsinə və təbii ki, pullar ödənilməlidir. Ancaq o komendantlara ödənilməli deyil. Düzgün bir idarəetmə təşkil olunmalıdır binada. Ya bunu onlayn qaydada onlara hesab nömrəsi verilməlidir, ödəniş kodları olmalıdır. Həmin ödənişlərə ödəniş koduna əsasən ödəniş eləməlidirlər. Bax belə, nəticə budur ki, ödəniş etməliyik, amma kimə və necə? Səhifəni izləməyi, paylaşmağı və bəyənməyi unutmayın.